Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində Kupçalı, 6 otaqlı, modern üslubda inşa olunmuş belə bir gözəl həyət evi göstərəcəm sizlərə. Həyət evinin kupçası var, qoşa daşla tikilib, üst hissəsi terasdır, tam şəkildə teras. Sona qədər izləsəniz hər bir şey göstərəcəm sizlərə. Evdə hal-hazırda yaşayış var, qiymətli verilən dəqiqələrdə deyəcəm. Demək, evin bu hissəsinə də yeri var keçməyə. Və evin istərdim belə ümumi görünüşün bu hissədən sizlərə göstərim. Qoşa daşla tikilib, monolit betondan da həyət böyükdür. Ümumi 3 sotda inşa olunub. Evin o bir tərəfində də keçməyə yeri var. Və evin bu hissəsində də rahat şəkildə hərəkət eləməyə yeri var və hətta burada əl damı yeri də var. Bir dənə də köməkçi şkaf da buradadır. Burada da güllər əkilib. Və keçib evin içində olan şəraiti sizlərə tam şəkildə göstərəcəm. Evin dəhlizinə, yəni içərisinə daxil olmuşuq. Qoşa qapının arxasında qonaq otağıdır. Burada yataq otağı var. Belə bir yataq otağıdır, böyük həcmli. Əşyaların hamısı götürüləcək. Mətbəx mebeli ilə kombisi qalacaq. Pəncərəlidir, işıqlı evdir. Döşəmə qranitdir, isti döşəmədir. İkinci mərtəbə qalxan pilləkən, pilləkən üstü mərmərdir. Orada mətbəxdir. Mətbəxin videonun sonunda göstərəcəm. Sadəcə ev sahibi mətbəxdə olduğu üçün çəkilişi videonun sonunda mətbəxi sizə tam şəkildə göstərəcəm. Evin qonaq otağında hal-hazırda qonaq otağı bu qaydadadır. Tam təmir. 2 ədəd ayrı-ayrı pəncərələrləndir. Bir dənə sonunda sizə göstərəcəm. Burada olan mətbəxi göstərəcəm. İndi burada hal-hazırda sizə göstərim hamam otağı. Tam təmir hamam otağı. Və qalxaq yuxarı mərtəbədə olan şəraiti sizlərə tam şəkildə göstərim. Bir daha məlumatı çatdırım ki, bu həyət evimiz 3 sotdadır, 6 otaqdan ibarətdir. Yuxarıda olan yataq otaqlarını bir-bir göstərim. Uşaq otağıdır. İşıqlıdır otaqların hamısı. Yaxınlığında bağçası var, məktəbi var. Evə lazım olan hər bir şəraiti var. Qaz, su, işıq, kanalizasiya hamısı var. Ətrafda yaşayışdır, gözəl də qonşuları var. Yuxarı mərtəbəli hamam otağı. Burada digər yataq otağıdır. Burada da eyvana çıxışı var, balkona. Və burada olan böyük yataq otağını göstərim sizlərə. 2 ədəd burada da pəncərə iləndir. Böyük bir yataq dəsti yerləşib. Evin qiyməti 200.000 manata təklif olunur. 200.000 manatdan təklif olmağına rağmen yaxşı endirim olunacaq. Evə baxdıqdan sonra nağd satılır. Kupçalı bir həyət evidir. Və buradan da terasını göstərim sizlərə. Belə bir ümumi terası var. Yayda tam şəkildə bu terasdan istifadə etmək mümkündür. Terasdan da mənzərəsi Duz gölünədir. Gözəl havası olan bir yer. 200.000 manata endirim olunacaq. Və keçim videonun sonunda da sizlərə mətbəxi göstərim. Yuxarı mərtəbədən sonuncu mərtəbədən düşmüşük. Yenidən birinci mərtəbəyə, sonunda mətbəxə söz vermişdim göstərimə. Mətbəxi də göstərim. Mətbəx mebeli tam şəkildə var. Belə bir 3 ədəd pəncərəsi də var. Olmayanlar qismət gözəl təklifdir, qaçırmalara dəyməz. Sizlərə təşəkkür edirəm.